Salam əziz və dəyərli müəllimlər. Bugün mən sizə Təhsil Nazirliyinin paylaşmış olduğu sertifikasiya ilə bağlı olan sınağın izahını verəcəm və izahımız iki hissədə olacaq. Birinci hissəmiz sırf qayda, ikinci hissəmiz isə oxuyub anlama ilə bağlı olacaq. Çünki oxuyub anlama bilirsiniz ki, müəllimlərin ən çox əziyyət çəkdiyi bölmələrdən biri olduğuna görə və bununla bağlı əlavə qeydlərim olduğuna görə oxuyub anlama testlərimiz növbəti videomuzda olacaq. Bu videomuz sırf qayda ilə bağlıdır. İlk sualımız gördüyünüz kimi söz önləri ilə bağlıdır. Deyir ki, my father travels blah 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 train every Monday. Bilirsiniz ki, nəqliyyat vasitələrinin önündə, bütün nəqliyyat vasitələrinin önündə by sözündən istifadə olunur. My father travels by train. Amma nəqliyyat vasitələrinin önündə təyin edici, yəni determiner, for example, ola bilər article, işarə əvəzliyi olarsa, bu zaman kiçik nəqliyyat vasitələrində in, böyüklərdə isə on söz önündən istifadə olunur. Məsələn, on that train, in the car formasında istifadə olunur. Və zaman bildirən sözlərin önündə every, each, next, last kimi sözlər gələrsə, bu zaman bunların önündə heç bir preposition istifadə olunmur. Birbaşa elə birləşmənin özü istifadə olunur. Məsələn, every Monday, for example. Amma normalda bilirsiniz ki, sonu D ilə bitən sözlərin qabağında hər zaman on istifadə olunur. Birthday, Monday, Tuesday. Amma önündə every, last, next, each olarsa heç bir söz önü olmaz. Məsələn, for example, I met him on Tuesday. Amma desəm ki, hər çərşənbə axşamı, yəni every Tuesday, bu zaman qarşısında heç bir söz önü olmaz. Əslində buna bənzər bir qaydamız da vardı article bölməsində. Biz deyirdik ki, zaman bildirən sözlərin önündə, məsələn, tutaq ki, early, broad, late, real, high kimi sifətlər gələrsə, deməli, article istifadə olunmaz. Məsələn, early winter, və yaxud da ki, real autumn, broad summer, late spring, high summer, for example, və yaxud da ki, high noon. Belə olduğu zaman article istifadə etmirdik. Yəni, söz önü ilə article-da belə oxşar qaydalar əslində var. Gəldik digər sualımıza. Zamanlarla bağlı bir test tapşırığıdır. Cümlənin sonunda indiki davam edicini göstərən zaman zərfləri, time signals, məsələn, now, right now, just now, at the moment, at the present, currently, nowadays kimi indiki davam edicini göstərən zaman zərfləri olarsa, biz present continuous zaman formasına istifadə edirik. For example, the men are working in the garden now. Bu adamlar hal-hazırda bağda işləyirlər. Düzgün cavabımız elə B variantı olur. Which of the given words matches its definition? Yəni, hansı uyğun gəlir? Bu cümləyə bu definition-a hansı söz uyğun gəlir? A person who draws or paints pictures. Nə ola bilər bu? Şəkil çəkən şəxs nə ola bilər? Rəssam olar. Deməli, düzgün cavabımız olacaq an artist, yəni rəssam. Which options presents the correct antonym of the word given in bold? Yəni ki, söhbət burada daldan gedir. Yəni, sıxıcı, maraqsız, can sıxıcı demək istəyir. The lecture was so dull that many students almost fell asleep. Elə sıxıcı idi ki, deyir, çox tələbələr demək olar ki, yəni, yuxuya getdilər. Deməli, dal burada maraqsız olduğuna görə bizə lazımdır bundan antonim olan deməli, variantı. Interesting, maraqlı, disappointing, məyus edici, bizə lazımdır maraqlı sözü. Düzgün cavabımız A variantı olacaq. Bizə burada diqqətli olmaq lazımdır. Quiet sözündə bilirsiniz ki, sonu T ilə bitdiyi zaman sakit deməkdir. Sakit sözü özü də T ilə bitir. Sakit, T, quiet, T. Buna görə də, yəni, əgər yadda saxlaya bilmirsinizsə, sakitdəki T səsini bura uyğunlaşdıra bilərsiniz. Növbəti sualımız, complete the sentence correctly.
We get fresh fruit and vegetables from the biz normalda təzə, yəni fresh olan meyvəni və tərəvəzi hardan əldə edirik? Tərəvəzçidən. Grocery store. Library kitabxana deməkdir. Bu gül satan deməkdir. Bu kinodur, yəni film. Bu poçtur, ona görə ola bilməz. Düzgün cavabımız belə B variantı. Növbəti sualımız artikellə bağlıdır. She wants to spend few years in the United Kingdom and then move to Netherlands. Deməli, sonu Kingdom, Federation'la bitən sözlər önündə mühəllik artiklı istifadə olunur. Yəni Kingdom, Empire, Emirates, States. Bunların, yəni ki, əgər isimlərin sonunda bu sözlər gələrsə, mütləq şəkildə qarşısında D artiklı istifadə olunur. Digər boşluğumuzda görürsünüz ki, Netherlands sözü var. Mən bir şey qeyd edim sizə, sonu S-lə bitən, amma təklik bildirən ölkə adlarının qarşısında hər zaman the istifadə olunur. Məsələn, Philippines, Netherlands. Bunlar hər zaman önündə mühəllik artiklı alır. Hansı ki, məsələn, bəzi sözlərimiz vardı. Məsələn, tutaq ki, deyirdik ki, baxmayaraq ki, ölkə adıdır, amma qarşısında mühəllik artiklı istifadə olunur. Bu da onlardandır. Yəni, əgər ki, onun sonunda S varsa, bu zaman biz bu qəbildən olan isimlərin önündə mühəllik artiklı istifadə edirik. The Netherlands, The Philippines məsələn. Və bundan başqa sonu S-lə bitən yox, amma ümumiyyətcə önündə the article olan başqa isimlər də var. Məsələn, deyə bilərik The Congo, The Ukraine. Düzdür, Ukraine hal-hazırda qayda olaraq çıxarılıb, amma əvvəllər istifadə olunurdu. The Ukraine, Congo məsələn deyə bilərik. The Vatican, The East End, The West End, The Irish Republic. Bunların hamısı önündə the article alan deməli ölkə, şəhər və yer adlarıdır. Və burada da bir neçə ildir dediyinə görə she wants to spend a few years in the United Kingdom and then move to the Netherlands. Düzgün cavabımız A variantı olacaq. Boşluqdan qabaq gördüyünüz kimi işarə vəzli təkdə istifadə olunub. That deyil burada, ona görə də ismimiz təkdə olmalıdır. That boy's bicycle looks quite expensive. Düzgün cavabımız B variantı olacaq. Ola bilməz çünki işarə vəzliyi təkdədir. Təkdə olan isimlər, təkdə olan ismin önündə də özünə uyğun, yəni o qəbildən olan bir təyinləyici işlənməlidir. Məsələn, əgər isim təkdədirsə, onun qabağına cəmə aid olan bir təyinləyici qoya bilməzsiniz. Təkə-tək, cəmə, cəm prinsipi işləyir ingilis dilində. Which of the given options is correct? Ortada vəm bağlayıcısı var. Deməli, iki tərəf bir-birinə müqayisə olunur. Deməli, ola bilməz, çünki söhbət nədən gedir? Söhbət gedir müqayisədən. Bizə lazımdır müqayisə dərəcəsi. Üstünlük ola bilməz, müqayisə lazımdır. Adi dərəcədir. Boşluqdan qabaq isim olmadığına görə article istifadə oluna bilməz. Article isim gələndə olur. A more interesting book, məsələn. Bir isim gəlsə deyərdim, hə, ola bilər. This book is more interesting than the previous one. Bu kitab əvvəlkindən daha maraqlıdır. Düzgün cavabımız B variantı. Əgər boşluqdan qabaq would, could kimi nəzakət ifadə edən, xahiş, istək, nəzakət ifadə edən birləşmələr gələrsə, məsələn, would you like some milk in your tea? Və cümlənin başında xahiş, istək bildirən birləşmə gəldiyinə görə biz burada yalnız və yalnız some istifadə edə bilirik. Çünki söhbət xahişdən gedir. Modal feillə bağlı bir test tapşırığıdır, gördüyünüz kimi. You speak to your teacher if you have a problem with the project. Şərt budaq cümləsidir. Şərt budaq cümləsi deyir ki, əgər budaq cümlədə təsdiq varsa,
baş cümlə təsdiq olmalıdır. Budaq cümlədə inkar varsa, baş cümlə də inkarda olmalıdır. Deyir ki, əgər sən bu proyektlə bağlı bir problem yaşayarsansa, müəlliminlə məsləhətləşməlisən. Yəni, onunla danışmalısan. Deməli, if paralelliyi gözləyən bağlayıcıdır. Because da əslində elədir. Yəni, paralelliyi sevir bu bağlayıcılar. Təsdiq, inkar konsepsiyası çoxdur bunlarda. O zaman etməlisən. You must speak to your teacher if you have a problem with that project. Düzgün cavabımız elə C variantı olur. Have not to olmaz, don't have to olar. Bir də onu qeyd edeyim ki, mustla have to təsdiqdə sinonim ola bilər. Təsdiqdə. Amma inkarda isə tamamilə ayrı-ayrı müdafiə feillər. Çünki don't have to inkarda don't need to ifadə edir. Ehtiyac yoxdur, gərək yoxdur, lüzum yoxdur mənasında. İnkarda. Must inkarda isə bir növ gerundun no ing hissəsini ifadə edir. Məsələn, ota basmamalısan və ya burada siqaret çəkməməlisən. No smoking here, for example. You mustn't smoke here. Bir növ bunu ifadə edir. Ona görə də yaddan çıxarmayın ki, mustla have to inkarda qəti şəkildə sinonim deyil. Tamamilə ayrı-ayrı şeylərdir onlar. Təsdiqdə sinonimlərdir. Çünki must inkarda etməməlisən ifadə edir. Prohibition'dır bir növ, qadağadır. Don't have to isə it's up to you, yəni sənə qalıb. Etmək və ya etməmək. Bu seçimdir. Yəni, bu sənin özünün tərcihindir. Yəni, you don't have to do it. Bunu etmənə gərək yoxdur, ehtiyac yoxdur, lüzum yoxdur mənasını ifadə edir. Amma you mustn't do it, bunu etməməlisən. Yəni, bir növ qadağadır. Qarşı tərəf sənə bunu prohibit edir, forbid edir, yəni qadağan edir. Ona görə diqqətli olmaq lazımdır. Needdən sonra to gələrsə, əsas feildir. Birbaşa be infinitiv, yəni bəstər gələrsə, heç nəsiz, to'suz, ing'siz, o zaman modal feildir. Biz demişik ki, needdən sonra noun, to, ing, yəni gerund gələrsə, əsas feil, be-yə infinitiv, yəni çılpaq məstər gələrsə, o zaman modal feildir. Bizə lazımdır modal feil. Can modal feil özündən sonra heç bir zaman to almaz. Bilirsiniz ki, be infinitiv tələb edən modal feildir. Ought to, iki modal feilimiz əslində ən çox məşhurdur. Ought to, have got to. Bu daha çox speakinglərdə istifadə olunur. Bunlar özündən sonra to götürür. Sinonimlərlə bağlı olan testlərdə əsas nəyə diqqət yetirmək lazımdır? Baxmaq lazımdır. Verilən cümlələrdə bir-birinə ən yaxın olan sinonim cütlüyünü seçmək. Bəzən elə sözlər qoyulur ki, bunlar bir-birinə bənzəyir, amma əslində sinonim hesab olunmur. Yəni, yaxın mənalı kimi görünür, amma əslində sinonim deyil. Diqqətli olmaq lazım, çünki bu tip testlər söz bazası dərin tələb edir. Məsələn, A variantı. To discover, to lose. Biri kəşfdir, biri isə itirmək deməkdir. Başqa şeylər. Və ən çox verilən suallardan biri müəllim invent feili ilə discover feilini müqayisə edə bilmir, ayırt edə bilmir. Hətta saxlayın. Yox idi, mən tapdım. Olanda bu artıq olur ixtira. Invent. Məsələn, Graham Bell invented the bell. Yəni, bunu ixtira elədi. Var idi. Bilmirdim. Bu olur discover. Çünki bunu kəşf edirsən. İxtira etmirsən. Kəşf edirsən, yəni ortaya çıxardırsan. Təkrar deyirəm. Yox idi, mən tapdım. Yox idi, mən tapdım. Bu discover olur. Məsələn, 1848-ci ildə Bibi Heybətdə neft quyusu qazılıb. Bu quyu qazılmazdan qabaq neft orada var idi, biz bilmirdik. Bu discover olur. Amma Bell zəng isə Graham Bell tərəfindən ixtira olunduğuna görə biz ona invent deyirik. Invent feilinin sinonimi to devise
və to make up-dır. To make up. Yəni bir şeyi ixtira eləmək. Bu isə kəşfdir. Cancel, ləğv eləmək. Məsələn, put off bunun əsas sinonimidir. Finalize yekunlaşdırmaq deməkdir. Məsələn, bir proyekti, hər hansı bir məqaləni. To remind xatırlatmaq deməkdir. To forget unutmaq deməkdir. To lose track of əsas sinonim odur. To gather toplamaq deməkdir. To scatter dağıtmaq, səpələmək demək. Düzgün cavabımız reach and arrive olur. Reach yetişmək, varmaq, gəlib çatmaq deməkdir və özündən sonra söz önü almır. Bir halda ola bilər ki, birinə kontakt qurmaq mənasını verirsin. Məsələn, reach me out. Yəni mənimlə əlaqəyə keç mənasında. Arrive isə gəlib çatmaq mənasındadır. Böyük yerləri olanda, kiçik yerləri olanda ət mənasını verir. To reach, to arrive. Bunlar əsas sinonimlərdir. Gəldik əvəzlik bölməsinə. Cümləmizin ortasında, bax görürük ki, cümlənin başında she verilib. Ortada brother verilib. Deməli, boşluqdan sonra biz mütləq şəkildə brother-yə görə bura qoymalıyıq masculine gender olan, kişi cinsində olan bir əvəzlik. Çünki ona deməliyəm. Söhbət ondan gedir. Deməli, mütləq şəkildə burada himdən istifadə olunmalıdır. Çünki brother, to tell him olmalıdır. Bu tip cümlələrdə ümumiyyətcə həmişə baxmaq lazımdır ki, məslərin qabağındakı şəxsimiz nədir? Kişi cinsidirsə him qoyursunuz, qadın cinsidirsə deməli her qoyursunuz. Bizə lazımdır him. She wrote a letter to her brother to tell him the news. O deyir, onun qardaşına bu xəbəri ona söyləmək üçün bir məktub yazdı. She wrote a letter to her. Ona. Və ya nədir? Aslı yiyəli əvəzliyidir. Özündən sonra isim tələb edir. İsimsiz heç vaxt işlənməz. Bilirsiniz ki, bəzi əvəzliklər var ki, məsələn, və ya aslı yiyəli əvəzliyi, now, every. Bunlar özündən sonra mütləq şəkildə isim tələb edən, aslı formada olan, biz bunlara deyirik adjective pronouns. Yəni, isimsiz işlənə bilməyən əvəzliklər. Bilirsiniz ki, əvəzliklər 3 qrupa bölünür. Sırf isimlə işlənənlər, məsələn, their, his, her və yaxud da ki, every, now, bunlar. İsimsiz işlənən əvəzliklər, məsələn, none deyə bilərik. Sonu s-lə bitən others, the others, müstəqil yiyəli əvəzlikləri, theirs, hers, mine, bunlar. Bir də hər iki halda ola bilən əvəzliklər. Yəni, isimlə ola da bilər, olmaya da bilər. Məsələn, deyə bilərik, for example, each, either, neither, both, all, some, any. Bunlar isimli də olur, isimsiz də olur. Yəni, hər iki hal doğrudur. Deməli, bunlar 3 hissəyə bölünür. Yalnız isim tələb edənlər, isim tələb etməyənlər, hər ikisini tələb eləyənlər. Yəni, hər ikisi ola bilər, seçim sizindir. Yəni, isimli və isimsiz məsələsi. Düzgün cavabımız D variantı. Deməli, qısa cavablarda baxmaq lazımdır iki şeyə. 1. Cümlənin xəbərinə baxdıq. 2. Zamana. Bu iki şey olmazsa olmazlardır. Və 3-cü cümlənin növünə. Sual deməli, inkardırmı, təsdiqdir. Deməli, 1. İndiki sadə zaman formasıdır. Cause. Deməli, mənə does lazım. Cause olduğuna görə. Bu tip cümlələrdə ümumi sualı nə ilə verirsinizsə, qısa cavabları da onunla verirsiniz. Deməli, does she call me on my birthday? Deməli, bizə lazımdır do, does. Düzdür? 1. Deməli, 2. İnkar cümlə olduğuna görə mənə lazımdır ya neither ya da nor. İkisindən biri lazımdır. Çünki inkar cümlədir. Təsdiq olsaydı o zaman so.
və yaxud da ki, as well, also, to istifadə edirəm. Düzdürmü? Bu belə. Və baxmaq lazımdır şəxsə əsas. Deməli, inkar cümlə olduğuna görə təsdiqlər olmaz. Xəbərim indiki qeyri-müəyyən zaman formasında olduğuna görə heç də olmaz. Düzgün cavabımız elə D variantı qalır. Sarah never calls me on my birthday. Mary doesn't either. Elə o da deyir həmçinin. D variantı. Which of the options with the conjunction is correct? Bağlayıcı düzgün istifadə olunur. Deməli, cümlənin ortasında vergül var. Bu deməkdir ki, bu cümlə və bu boşluğa tabesizlik bağlayıcısı, yəni coordinating conjunction gəlməli. Bilirsiniz ki, bir mürəkkəb cümləni mürəkkəb cümlə edən onun bağlayıcılarıdır. Mürəkkəb cümlə iki hissəyə bölünür. Tabeli mürəkkəb cümlə, tabesiz mürəkkəb cümlə. Tabeli mürəkkəb cümlə tabelilik bağlayıcıları ilə. Tabesiz mürəkkəb cümlə tabesizlik bağlayıcılarına. Tabesizlik bağlayıcılarını tabesizlik edən onların önündə gələn durğu işarələridir. Məsələn, boşluqdan qabaq vergül gəlib. Bu deməkdir ki, tərəflər arasında pausing, yəni pause, interval yaranmalıdır. Və biz bu boşluğa tabelilik bağlayıcıları qoya bilmərik. Çünki tabelilik bağlayıcıları durğu işarələri tələb etmir. Səbəb nədir? Çünki tabe mürəkkəb cümlələrdə baş və budaq cümlə anlayışı var. Principal clause, subordinate clause. Tabesiz mürəkkəb cümlələrdə isə baş və budaq cümlə anlayışı yoxdur. Birinci və ikinci tərəf anlayışı var. Məsələn, siz tabesiz mürəkkəb cümləli bir cümləyə deyə bilməzsiniz. Bu hissə başdır, bu hissə budaqdır. Bu tamamilə yanlış ifadə formasıdır. Çünki baş və budaq anlayışı tabeldə olur. Durğu işarələrinin istifadə anlayışı tabesizdə olur. Deməli, tabelləri çıxmaq lazımdır. Qaldıq tabesizlərdə but, or, so. Bu fend voice bağlayıcılarıdır. T yenə əlavə olunub. Then, for, fend boy, for, and, then, nor, so, yet. Bu bağlayıcılar tabesizlik bağlayıcılar. Bu bağlayıcılar cümlə başında gəlməz. Bu bağlayıcılar mərkəzi hissə bağlayıcılardır, yəni ortaya girir. Bu bağlayıcılardan qabaq vergül gəlməlidir. Deməli, o çox çalışdı. Deməli, burada çox sözü var, zərf. O çox çalışdı. He passed the exam with flying colors. Və imtahandan deyir, keçdi. Deməli, çox çalışıb, nəticədə imtahandan keçib. Nəticədə. Deməli, bizə lazım nəticə bağlayıcısı. Yəni, nəticəni ifadə edən bağlayıcı. But nədir? Bir-birinə qarşı-qarşıya qoyulanda olur. Ziddiyyət ifadə edən. Tərəflərdən biri inkar, digəri təsdiq olmalıdır. Ola bilməz. Or seçimlərdə olur. Bu mu, o mu? Amma iki mürəkkəb cümləni bağlayanda diqqətli olmaq lazımdır. Hər iki tərəf eyni formada olmalıdır. Qaldıq so. Ən çox verilən suallardan biri. Müəllim, because və so-nun fərqi nədir? Fərqi odur ki, səbəb olanda, yəni because istifadə olunanda baş cümlə bu hissə nəticə olur və bura nəticə olur. Bu hissə səbəb olur. Məsələn, mən dərsə getmədim. I didn't attend, for example, school. Məktəbə getmədim. Because, çünki I had been ill. Xəstələnmişdim. Deməli, səbəb because-un içərisində olur. So olanda isə yer dəyişdiririk. So olanda isə yer dəyişdiririk. Səbəb sonra nəticə gəlir. I had been ill, virgül, so I didn't attend school. Buna görə də məktəbə getmədim. Burada da birinci gəlib səbəb,
və səbəbin yaratdığı nəticə. Deməli, imtahandan keçməsinin səbəbi nə idi? Çox oxuması. Bəs nəticədə nə baş verdi? İmtahandan keçdi. Düzgün cavabımız elə B variantı. Deməli, burada make-li ifadələrdən söhbət gedir. To make a decision-dır, to make an effort, to make a mistake, to make a suggestion, to do homework. Bir işi görmək. Cavab B variantıdır. Any clean plates left in the cupboard. Deməli, qayda var ki, diqqətli olmaq lazım. Sual cümləsi təsdiq formada vermək olmaz. Have-lə cümlə başlaya bilməz. There is a, there are da başlayarsa da been olmalıdır orada. Bitmiş forması. Plates olduğuna görə is olmaz. Qalır ya A ya B. Deməli, belə bir qayda var ingilis dilində. Ümumi sualda feillə, cümlənin xəbəri ilə inkar ədatı cümlə başında bu şəkildə gələ bilməz. Yəni, bir-birindən ayrı forma gələ bilməz. İki cür gələ bilər. Məsələn, adi bir nümunə deyim mən sizə. Did not you go? Did not you go? Bu səhv birləşmədir. Ya deməli, siz didn't you go və ya did you not go? Ya contraction formu olmalıdır. Bitişik formada inkar verilməlidir. Didn't you go formasında olmalıdır. Ya da did you not go formasında olmalıdır. Amma did not you go bu düzgün forma deyil. Ya cümlə əvvəlində birləşdirməlisiniz inkarla do-nu, ya da köməkçi feil do, mübtəda, not feil gəlməlidir. Burada da bu belə ola bilərdi. Are there not any clean, ya da aren't there any clean plates left in the cupboard formasında olmalıydı. Yəni bu şəkildə olmalı. Yəni bu formada are not there demək olmaz. Burada not ya contraction formu olmalıdır, birləşməlidir, ya da notu götürüb qoymalısınız ismin önünə. Amma cümlə başında notla to be bu formada gələ bilməz. Bu mümkün deyil. Bu qaydada ziddir. Düzgün cavabımız elə A variantı olur. Cümlədən əvvəl 2 rəqəmi gələrsə, to. We tried 2 new dishes in that restaurant. Deyir ki, biz o restoranda deməli, 2 yeni deməli, yemək deyir. Tried etdik, yoxladıq. Deməli, 2-dən haradakı boşluqdan qabaq 2 rəqəmini gördünüz. Bilin ki, o testdə boşluğa gəlməlidir ya both, amma xəbər cəmdə olmalıdır. Ya every, ya either, ya neither, ya da the other gəlməlidir. Every gələ bilməz. Each gələ bilər. Deməli, boşluqdan qabaq 2 rəqəmini görsəniz, both, xəbər cəmdə, either, xəbər təkdə, neither, xəbər təkdə, the other, xəbər təkdə. Gördünüz ki, heç biri yoxdur, each qoya bilərsiniz. Each gələ bilər. Deməli, xəbərimiz təkdədir. Boşluqda bayaq saydıqlarımdan biri olacaq. Both olsa xəbər cəmdə olardı. All 2-dən çox olanda olur. Every-dən sonra of gəlməz ki, every 2-dən çox olanda olur. 3, 4, 5, 5, 20. Some olmaz. Düzgün cavabımız elə C variantı. Davam eləyək və gördüyümüz kimi sualımız sayla bağlıdır. Və bilirsiniz ki, saylar 2 hissəyə bölünür. Miqdar sayları, cardinal numeral və sıra sayları, ordinal numeral. Miqdar sayları sayca 1-dən çox olarsa isim cəmlənməlidir. Məsələn, 3 books. Amma sıra saylarından sonra isə isimlər təkdə olmalıdır. Lakin qayda deyir ki, əgər sıra sayları and bağlayıcısı ilə ard-arda gələrsə, məsələn, 4-cü və 5-ci olaraq qeyd olunursa, məsələn, 4-cü və 5-ci, çünki 2 saydan söhbət gedir artıq burada. Hərçənd ki, bu sıra sayıdır, amma özündən sonra cəm isim olacaq. Yəni, qısacası, tək sıra sayından sonra tək isim, yəni bir sıra sayı varsa cümlədə tək isim gəlməlidir. Amma birdən çox sıra sayı varsa və ard-arda gəlirsə,
isim cəmlənə bilər. Məsələn, burada sıra sayıdır. Sıra sayılarından sonra isim təkdə gəlməlidir. Çünki bir sıra sayı var burada. Və kəmiyyət fərqi yoxdur. 100-dür, 1000-dir. Bütün sıra sayılarından sonra isim təkdə olur və önündə müəyyənlik artiklı işlərir. Yenə isim təkdə olmalıdır, çünki sıra sayı. İsimləşmiş sayıların sonunda mütləq şəkildə s olmalıdır. Hundreds of, thousands of, ondan sonra dozens of formasında olur və ofla isim arasına heç bir zaman təyin edici girmir. Hundreds of pages. Sual ola bilər, müəllim, ofla isim arasına təyin edici nə zaman girə bilər? Bu isimləşmiş sayı yox, müəyyən miqdar sayı olarsa. Məsələn, 100 of the pages məsələn desə, bəli, orada deməli söz önü ilə isim arasına təyin edici girə bilər. Məsələn, 100-ü deyirsə və yaxud da ki, şagirdlərin 4-ü 4 of the students deyirik burada. Çünki burada isimləşmiş sayı yox, müəyyən miqdar sayı var. Qısacası, isimləşmiş sayılardan sonra təyin edici gəlməz. Hundreds of students deyirik. Amma müəyyən miqdar sayılarından sonra of gələrsə, mütləq şəkildə təyin edici olmalıdır. Məsələn, 4 of the books, kitabların 4-ü. Burada mütləq şəkildə təyin edici olmalıdır. Burada hundreds of pages olmalıydı. Miqdar sayılarının önündə article gələ bilərmi? Bəli, gələ bilər. Bu zaman article işarə əvəzliyi yerində olur. These yerində işlənir. These 10 children. Elə bu 10 uşaq. Yəni bu göstərir, deyir ki, bu 10 uşaq. Deməli, miqdar sayılarının önündə article gələrsə, article işarə əvəzliyi yerində olur. Bu elə həmin mənasını verir. Y variantında D düzgün cavabdır. Y variantında sayı sayla cəmləmək olmaz. Təkrar deyirəm. Sayı sayla cəmləmək olmaz. Düzgün cavabımız D variantı olur. Növbəti testimiz yenə burada da təkə-tək cəmə cəm prinsipi işləməlidir. Məsələn, əgər ki təyin edici cəmdədirsə, isim cəmdə olmalı. These pairs of sunglasses. Deməli, təkə-tək cəmə cəm prinsipi. Yenə cəm, amma təklə ifadə olunub. Ola bilməz. Cəm, tək prinsipi olmalıdır. Those pairs olmalıdır. Biz demişik ki, a pair of birləşməsindən sonra iki hissədən ibarət olan cəm isim gəlmir. İsmimiz təkdədir deyə ola bilməz. Düzgün cavabımız elə Y variantı olur. Make up a sentence tipli cümlələrdə nə etmək lazımdır? Deməli, variantlarla işləmək lazımdır. Birinci və sonuncu rəqəm testin cavabı olur. Əgər gördünüz ki, ilişirsiniz birdə və sonda, ortaya gedin o zaman. Bu testin cavabı giriş, çıxış və ortada olur. Məsələn, baxaq ilk cümləyə 2, always ola bilməz. Deməli, düzgün cavab deyil. B variantında 1, is, sual cümləsi ola bilər. Axırıncıya gedək, 4, exciting ola bilər. Çünki giriş və çıxış sualla vermək olar. Burada problem yoxdur. C-də yenə 2 deyir, ola bilməz. Üçdə traveling deyir. Is, bəlkə mübtəda yerindədir. Baxaq, traveling is, axırıncıya gedək, plane. Önündə 5 by, orta körladı. Çünki always, yenə dedim, giriş, çıxış, orta artıq always qabaqda olmalıydı. Yerləri dəyişib cümlə özü də. Deməli, bu da ola bilməz. Çünki bu tip testlərdə ümumiyyətcə dialoq qurmadır, cümlə qurma tipli testlərdə giriş-çıxış rəqəmlərinə baxmaq lazımdır. Məsələn, birinci və sonuncu. Gördünüz ki, ilişirsiniz, ortaya gedin o zaman. Məsələn, burada yenə is, deməli, 4 axırda gəlib, exciting. 2-də körladı. Çünki is traveling, deməli, feil olmalıdır, to be, mübtəda sona gəlməlidir, zərf.
Burada isə yerin dəyişib. Düzgün cavabımız elə B variantı olur. Which option is the best equivalent of the word given in bold? Deməli, burada great anxiety yəqin ki deyəcək. The students took the exam with great anxiety. Deməli, burada anxiety deyirsə, bizə lazımdır buna uyğun sözləri seçmək. Deməli, deyir şagirdlər great anxiety ilə imtahan verdilər. Deməli, nə deməkdir anxiety? Yəni, həyəcan, narahatlıqla. Yəni, imtahan ərəfəsində şagirdlərdə həyəcan, təşviş, narahatlıq var. Relief yüngülləşdirmək deməkdir, rahatlaşdırmaq, bu ola bilməz. Nervousness, to be nervous, to be anxious, to be concerned. Bunlar hamısı sinonimlərdir əslində. Məsələn, I am anxious, I am worried, I am nervous. I am concerned məsələn. Deyirsiniz ki, to be concerned özündən sonra about alanda narahatçılıq, amma with alanda əlaqəli mənasını verir. Məsələn, bu mövzu bununla əlaqəlidir. Buna görə də bu sözləri öyrənmək lazımdır. Anxiety, nervousness. Anxiety, nervousness, yəni narahatçılıq deməkdir. Bu artıq ola bilməz, təəccüb doğurmadır. Bu məmnunluqdur. Satisfaction, yəni I'm satisfied with. Mən bununla məmnunam, yəni qənaət bəxş mənasında. Hunger acılıq deməkdir. Bir də onu qeyd edeyim ki, hunger sözü feil kimdə istifadə eləmək olar. To hunger, acılıq, səfalət çəkmə. Çünki hunger sözü həm noundur, həm də verb kimi istifadə olunur. To hunger məsələn, acılıq çəkmə. Deməli, yenə burada cümlələrin düzgün düzülməsindən söhbət gedir. Deyir ki, which of the option represents the most coherent order of the sentences in the passage? Yəni, düzgün hekayəni idealın düzgün formada vermək lazım. Yenə, giriş-çıxış cümlələri burada gərəklidir. Bu tip cümlələri edərkən nəyə baxmaq lazım? Birinci cümlə topic sentence olduğuna görə, yəni giriş cümləsi olduğuna görə, birinci cümlə more generic olmalıdır, daha genel formada olmalıdır. Spesifik ola bilməz. Məsələn, bu tip cümlələr şəxs əvəzliyi ilə başlaya bilməz. Bu tip cümlələr bağlayıcı ilə başlaya bilməz. Bu tip cümlələr spesifik bir cümlə ilə başlaya bilməz. Daha genel olmalıdır, daha generic olmalıdır ki, giriş eləyə bilsin. Məsələn, baxaq. Reading often improves your skill too. Deməli, burada qüvvətləndirmə varsa, bu giriş cümləsi ola bilməz. Çünki to olması üçün bundan qabaq gələn cümləyə göndərmə eləməlidir. Elə mən də, elə o da, elə bu da mənasını verməlidir. Məsələn, bağlayıcı ilə başlaya bilməz. Çünki bizə genel quruluş lazımdır. Hansı ki, oxucuya ilkin təəssürat verə bilsin. Məsələn, reading books is one of the best ways to gain knowledge. Kitab oxumaq bilik əldə eləməyin ən gözəl yollarından biridir. Bu nə elədi? Oxucuya genel bilgi verdi. Yəni topic sentence-dir bu. Genel bir quruluş olmalıdır burada. Deməli 3 %100 düzgün cavab olmalı. Deməli, mənim testim 3 ilə başlayır. Bayaq qeyd etdiyim kimi bu tip testlərdə make-up tərkibli cümlələrdə giriş-çıxış cümlələri mütləq lazımdır. Məsələn, cümlə 3 deməli, digər variantlar ola bilməz. Hamısı gedir, bax, gördünüz? Automatically cavab A çıxdı. Çünki niyə? Artıq mən generic cümləni tapdım. Digərlərini, variantları oxumağa dəyərmi? Dəyməz. Çünki mənim generic bir cümləm ortaya çıxdığına görə mənə digər variantlar lazım deyil. Amma quruluşlara baxmaq olar. Məsələn, 1, 3, 2. Burada niyə it oldu? Çünki burada it gerunda göndərmə eləyir. Reading books nə? O. What? It is also enhances vocabulary and language skills. Bu deyir, o həmçinin deyir, deməli, lüğəti və dil bacarıqlarını inkişaf etdirir. Deməli, burada nə olmalıdır? Cümlədə əvəzliyin gəlməsi üçün bundan qabaq gələn bir cümləyə göndərmə eləməlidir.
Deməli, burada it özündən qabaq gələn cümləyə göndərmə edir. Nəyə? Reading books. Nə o? It is one of the best ways to gain knowledge. Yəni, bilik əldə etməyin ən gözəl yolu elə budur. Deməli, it burada göndərməlidir. 3, 2. Reading often improves your skills too. Deyir, oxumaq da elə həmçinin deyir, sizin yazma bacarıqlarınızı inkişaf etdirə bilər. Bilirsiniz ki, oxuma iki şey inkişaf etdirir. Yazmanı, lüğəti, lüğətin içərisində oxuyub anlama testləri. Ona görə çoxlu oxumaq lazımdır. Deməli, 3, 2, 1 və 4. Buna görə də artıq cümlənin əvvəlində to dediyinə görə elə həmçinin və cavabda deyir ki, buna görə də many educators encourage daily reading habits. Deyir, müəllimlərin deyir, çoxu gündəlik oxu bacarıqları üçün nə edirlər deyir? Encourage edirlər. Deməli, düzgün cavabımız elə A variantı. Deməli, təkrar qeyd edirəm. Bu tip test tapşırıqlarında giriş-çıxış cümlələri önəmlidir. Və topic sentence əgər tapdınızsa, digər variantlara baxmağa ehtiyac yoxdur. Yəni, dərhal leave out edib, yəni cavab tapmaq olar. Növbəti test tapşırığımız gördüyünüz kimi nisbə əvəzi ilə bağlı. Yəni, nisbə əvəzliyin boşluğa qoyulması. Boşluqdan deməli, əvvəl isim olarsa, what gəlməz. Whatdan əvvəl feil gəlir. Məsələn, I want to know what you mean. Nə dediyini bilmək istəyirəm. Feil what olur. Bilirsiniz ki, qayda var ki, deməli, that thing that bərabərdir what-a. Təkrar qeyd edirəm. That thing that o ki bərabərdir what-a. Yəni, what-dan qabaq nə gəlməlidir? Feil gəlməlidir. İsim gələ bilməz. Amma what-dan sonra isim gələ bilər. Məsələn, I want to know what book you want to buy. Deməli, what-dan qabaq isim gəlməz, amma what-dan sonra isim gələ bilər. Deməli, Y variantı ola bilməz. Who, deməli, canlılara qoşulur və biz bilirik ki, boşluqdan qabaq əgər cansız isim gəlirsə ya which ya da that olar. Çünki biz demişik ingilis dilində nisbə əvəzlik özündən qabaq gələn isimə görə təyin olunur. Buna deyirlər antecedent. Təyin olunan söz. Təyin olunan söz canlıdırsa who, cansızdırsa which, məkandırsa where, zamandırsa when, səbəbdirsə why olur. Yəni, hər şey antecedentdən asılıdır. Yəni, təyin olunan sözdən asılıdır. Deməli, D variantı ola bilməz. Whose cansızlara qoşula bilər. That-lə whose-un ortaq cəhəti odur ki, hər ikisi cansızlara qoşula bilir. Sadəcə, whose iki isim arasında işlənir. İsim, whose isim olmalıdır. Ola bilməz. Canlılara qoşulur. Whom. Və whom-dan sonra mütləq mübtəda xəbər gəlməlidir. Whom, where, when, why. Bunların ortaq cəhəti odur ki, bunlardan sonra S və V gəlməlidir. Yəni, mübtəda xəbər gəlməlidir. Whom, when, where, why. Bu 4 deməli, birləşdiricinin ortaq cəhəti odur ki, bunlardan sonra S, V, yəni mübtəda xəbər gəlməlidir. Düzgün cavabımız elə B variantı olur. Çünki which həm mübtədanın yerində ola bilir, həm də tamamlığın yerində olur. Mübtədanın yerində olarsa özündən sonra feil, tamamlığın yerində olarsa özündən sonra mübtəda xəbər gəlir. Düzgün cavabımız B variantı olur. Yenə dialoq qurmadan söhbət gedir. Deməli, cümlə sure ilə başlaya bilməz. Cavab həmişə axırda verilir və ya ortaya qoyulur. Don't worry. Emosiyalarla bağlı olan ifadələr başda gələ bilməz. Actually deyib cümləyə başlaya bilməzsiniz. Deməli, bu da ola bilməz. Deməli, cümləmiz başlayacaq. Would you like to come to my birthday party? Mənim deyir, doğum günümə gəlmək istərsənmi? Deməli, bu mənim nəyimdir? Giriş cümləmdir. Yəni, topic sentence-dir. Deməli, cümlə 2 ilə başlamalıdır. Baxın, 2 yoxdur burada. Hamısı gedir, bir variant qalır. A variant. Deməli, elə düzgün cavab
göründüyü kimi A variantı olur. Topic sentence tapandan sonra digər cavablar asandır. Məsələn, would you like to come to my birthday party? Və cavabda deyir, 2 qoyur. Actually, it will be on Saturday evening. Və daha doğrusu sure, I would love, when is it? Əlbəttə deyir, istərdim, nə zamandır? Deməli 2, 4. Actually, it will be on Saturday evening. Deyir, əslində o şənbə günü axşamdır. Və cavabda deyir, don't worry, I'll pick you up if you would like. Yəni istərsən mən səni gəlib alaram deyir. Yəni götürərəm də səni maşınla və s. Və düzgün cavabımız 2, 4, 1, 3 A variantı olacaq. Yəni əslində hər şey əslində buradan görünür ki, gedişatı tapmaq lazımdır. Yəni giriş cümlə, çıxış cümlə, orta mərkəz cümləsi. Yəni bu tip test tapşırıqlarında həmişə birinci cümlə ilə işləmək lazımdır. Gördünüz ki, ilişdiniz, gedin axıra. Axırda da ilişdiniz, ortaya baxın. Cavab orada olur. Giriş, çıxış, orta. Deməli, düzgün zaman formasını deyir, seçin. Our grandparents always us stories when we stayed with them. Boşluqdan sonra tamamlıq gələrsə, vasitəli tamamlıq gələrsə, o zaman o boşluğa tell istifadə olunur, bilirsiniz. Amma say olması üçün orada to olmalı. Məsələn, say to me, amma tell me olur. Say to me, tell me. İndi burada when-dən sonra past simple olduğuna görə və zaman budaq cümləsi olduğuna görə tərəflər arasında time sequence gözlənilməlidir. Yəni, uzlaşma gözlənilməlidir. Əgər budaq cümlədə keçmiş qeyri-müəyyən zaman forması varsa, baş cümlə ya keçmiş qeyri-müəyyən zaman forması, ya da keçmiş davam edici zaman forması olmalıdır. Əgər ki, alışqanlıq halını almış hərəkətlərdirsə, o zaman burada sadəcə past simple-dan istifadə olunur. Düzgün cavabımız elə C variantı olur. Çünki bilirsiniz ki, məsələn, I used to go, mən gedərdim. Elə I went də mən gedərdim mənasını verə bilir. Yəni, eyni şeydir əslində o. Deməli, sadə cümləni deyir seçin. İngilis dilində cümlələr iki hissəyə bölünür. Sadə cümlə, mürəkkəb cümlə. Bir mübtədası və bir xəbər olan cümləyə sadə cümlə, yəni simple sentence. Birdən çox mübtədası və xəbəri, yəni bir mübtəda, bir xəbər baş cümlədə, bir mübtəda, bir xəbər budaq cümlədə olarsa mürəkkəb cümlə. Yəni, wrap up eləsək, yəni qısaltsaq, iki mübtəda, iki xəbər varsa cümlənin, bunlar mürəkkəb cümlə hesab olunur. Amma əmr cümlələrində başda gələn əmr feilinin içərisində mübtəda gizli olduğuna görə bu tip cümlələr də mürəkkəb cümlə hesab oluna bilər, əgər cümlədə bağlayıcı varsa. Məsələn, don't turn on the TV while studying. Bu sadə cümlədir, çünki qısalmaya gedib. While ing. Nədir bu? Feili sifət 1. Mürəkkəb cümlənin qısalmasıdır. O zaman bu mürəkkəb cümlə deyil. Sadə cümlə. Biri birdir. Don't turn on the TV while you are studying. Deyə bilərsiniz ki, müəllim, burada while-dan sonra you var. Bu mürəkkəbliyi bəs göstərir. Bəs başda niyə yoxdur? Çünki əmr cümlələrində mübtəda əmr feilinin içərisində gizli olur. Yəni, you don't turn on the TV deyir əslində burada. Təkrar deyirəm. Əmr cümlələrində mübtəda əmr feilinin içərisində gizli olur. Ona görə də bu cümlələrdə mübtədanı bərpa eləyəndə orada you-nu görmək olur. Çünki əmr cümlələri üçüncü şəxsə xitab olunur, yəni address olunur. Sən və ya siz. Və bunu bərpa eləyəndə cümlədən you çıxır çölə. Bu da əslində mürəkkəb hesab olunur. Don't you, yəni I'm sorry, you don't, elə don't deməkdir. You don't turn on, elə don't turn on the TV while you are studying. Yəni eyni şeydir əslində bunlar. Yəni 2 mürəkkəb cümlədir, mənə sadə cümlə lazımdır. Finish your lunch. Yenə əmrin içərisində mübtəda var, amma burada artıq qısalma olub. Before leaving qısalmaya gedib, deməli sadə cümlədir.
Dördüncüdə isə finish your lunch before you leave. Deməli, burada yenə gizli şəkildə you var. Bağlayıcıdan sonra mübtəda gəlib. Bizə lazımdır sadə cümlə. Düzgün cavabımız 1, 3, C variantı olacaq. Gəldik digər sualımıza. Biraz bunu böyüdək ki, daha görünə bilən olsun. Deməli, which of the exclamatory sentences is correct? Hansı nida cümləsi doğrudur? Bilirsiniz ki, nida cümlələrində how sifətə, zərfə, what isə isim aid olur. Bir növ belə deyək də, how əslində içərisində sonu gizlədir. What içərisində saçı gizlədir. Yəni, əgər ki, korelasyon qursaq, uyğunluq qursaq, how saç xüsusiyyətindədir, so xüsusiyyətində daha doğrusu, what isə saç xüsusiyyətindədir. Yəni, how, so, what, saç formasında. İndi, bir fərqi mən sizə deyim. How olan cümlələrdə ya isim, ya tək əvəzlik ikisindən biri gəlməlidir. What-da isə iki isim və ya isimdən sonra əvəzlik gəlir və ya gəlməlidir. Yenə deyirəm, isim əvəzlik xüsusiyyəti what-da, yalnız ikisindən birinin işlənmə xüsusiyyəti how-da olur. Yəni, how olan cümlələrdə ikisindən biri gəlməlidir. Ya tək əvəzlik, ya da tək isim gəlməlidir. What-da isə ikisi də ard-arda gələ bilər. İsim, isim əvəzlik. What a nice girl she is. Girl, she. Gördünüz? İsim əvəzlik gəldi. Deməli, A-da səhv nədir? A-da what a wonderful show olmalıydı. Ola bilməz. Həm də ki, bilirsiniz ki, biz birinci qoyuruq ismi, isimdən sonra əvəzliyi və feili axıra gətiririk. Is it formasında onda sual cümləsi olur. Deməli, bir A ola bilməz. B variantında what a wonderful show it was. Bu necə də möhtəşəm bir show idi. Show countable noundur, singulardır. Özündən əvvəl mütləq şəkildə article gəlməlidir, çünki sayılır. Deməli, nida cümləsini düzəldən vasitəmiz artıq əvvəldə gəlib. What, article, sifət, isim. Gördünüz, isim əvəzlik quruluşu what-da olur. Baxın burada. Bəs bu how ilə necə olmalıydı deyə soruşsanız, how wonderful the show was olmalıydı. İtsiz. How wonderful that show was olmalıydı. Bu şəkildə. Burada article yoxdur. Çünki sayılan isimlərin qabağında article var. D variantında article da yoxdur. Bir də ki, it is olmalıydı. İsim əvəzlik ard-arda gəlmə xüsusiyyəti what-dadır, how-da olmur. İkisindən biri gəlməlidir. How wonderful it is və how wonderful show is. İkisindən biri olmalıdır. Və ortaya əgər ki, belə qoysaq, demək, sifətlə ismi ard-arda qoysaq, belə olmalıdır. How wonderful that show is olmalıdır burada. Düzgün cavabımız elə B variantı olur. Yəni, qısacası iki cür demək olar bunu. Həm deyə bilərsiniz ki, how wonderful it is deyə bilərsiniz. Ya da how wonderful the show is deməlisiniz. Çünki əgər ki, how-dan sonra isim qoyursunuzsa, istənilən halda sifətlə isim arasına müəyyənlik artiklı girməlidir. Və girməlidir. Çünki how olan cümlədə və what olan cümlədə isə qeyri-müəyyən artikllar istifadə olunur. Bu mütləqdir. Düzgün cavabımız elə B variantı olur. Növbəti testimiz dialoqla bağlı bir test tapşırığıdır və dialoqlarda test etdiyimiz zaman boşluqdan sonra gələn cümləyə baxmaq lazımdır. Deyir ki, it was really interesting. Olduqca maraqlı idi. Deməli, testin cavabı elə burada gizlidir. Bir də 80% buradadırsa 20% pay bura düşür.
How did you find it? Necə gəldi sənə bu show və yaxud da ki, bu musiqi, podkast? Bir də bura baxmaq lazımdır. Əgər boşluqdan sonra it was really interesting deyən bir adam inkar deyə bilməz. Mətni oxumağa ehtiyac qalmır. İnkar deyə bilməz. To deyirsə inkarlıq yaradıb. Həm busy var yanında. I forgot to download it deyir. İnkar. Təsdiq bir dənə qalıb. I thought it was great. Düşünürəm ki, möhtəşəm idi. Mətni oxumağa ehtiyac qaldı mı? Qalmadı. Boşluqdan sonraki hissə ilə tapmaq olar. İndi siz oxuya bilərsiniz hamısını. Mən oxumadım, izah edirəm deyə. Deməli, digər sualımız gördüyünüz kimi phrasal verblərlə bağlı bir test tapşırığıdır və boşluqdan sonra the baby is sleeping, uşaq yatır. Deməli, radionun səsini al demiş ola bilər. Bu tip testlərdə əsasən sonraki cümlə əsas cavab olur. Give up, tərk etmək, vaz keçməkdir. Turn down, səsini almaq deməkdir. İki mənası var. Bir mənası rədd eləməkdir. To reject, refuse, object, mind, decline, disclaim sözlərin sinonimidir. Refuse aiddir. Burada amma turn down, səsini al deməkdir. Show off, özünü göstərmək deməkdir. Show eləmək. Məsələn, savadı yoxdur, amma özünü göstərir. Don't show off. Yəni, özünü göstərmədi. Yəni, we know you well. Yəni, səni yaxşı tanıyırıq. Break out, başlamaq deməkdir. Məsələn, müharibə başladı və ya pandemi yayıldı. Məsələn, the war broke out, müharibə başladı məsələn və the pandemic broke out, pandemiya yayıldı hər yerə. Put up çox mənası var. Məsələn, bir mənası çadır qurmaqdır. To put up a tent. Gövdəni ucaltmaqdır. To put up, for example, a skyscraper. Və yerləşdirmək bir şeyi. Düzgün elə cavab B variantı olur. Turn down. Növbəti test tapşırığımız gördüyünüz kimi gerundla bağlıdır. Gerund nə deməkdir? Gerund ismin yerinə keçmək demək. Düzdür, gerund fe'li sifətdən fərqi odur ki, bütün cümlə özləri ola bilir. Məsələn, mübtədə ola bilir, xəbər ola bilir, xəbərin ad hissəsi daha doğrusu, xəbər deyil də xəbərin ad hissəsi. Məsələn, bu birinin tərkibindədir. My hobby is driving, məsələn. Xəbərin ad hissəsi ola bilir, təyin ola bilir, önündə məsələn, of gələndə, an idea of swimming məsələn, burada təyin yerindədir. Ondan sonra zəflik yerində ola bilər, qabağında söz önləri gələndə, məsələn, bypassing, tərz hərəkət zəfliyi yerindədir. Yəni, cümlə özləri gördüyünüz kimi ola bilir. Fe'li sifət isə mübtədaya, yəni ismə aid olan heç bir cümlə özünün yerində ola bilmir. Təyin, ya ola bilir ismi xəbərin ad hissəsi yerində, ya da ola bilir təyin, ən çox da zəflik yerində olur. Driving carefully helps us to prevent accidents. Deməli, burada əgər cümlənin başında ing ilə başlayan bir söz gəlib, ortaya xəbər girərsə, bu tip cümlələr gerund cümləsi hesab olunur. Əgər cümlədə xəbər yoxdursa, bu cümlə P1 cümləsi olur. Deməli, A gerunddur. B isə fe'li sifət cümləsi deyil, sadəcə fe'li sifətlə yaranan cümlədir. Yadda saxlayın, zamanların yaranmasında iştirak edən və ya növlərin passive voice-un yaranmasında iştirak edən P2 və P1'lar P'li cümlə hesab olunmur. P'li cümlə o deməkdir ki, yəni participle cümləsi o deməkdir ki, bu cümlə reduction olunub, reduce olunub. Bəs desəz ki, I am writing a letter, məsələn, məktub yazaram, bu cümlə P1 cümləsidirmi? Xeyr. Bu cümlə P1 cümləsi deyil. Bu cümlədə sadəcə P1 iştirak edir. Ya da bu cümlə sadəcə P1-la yaranıb. Yəni, cümlənin yaranmasında P1 sadəcə iştirak edir. Məsələn, the letter was written. Bu P2 cümləsi deyil bu. Sadəcə voice-un yaranmasında P iştirak edir, amma cümlə P cümləsi deyil.
Bir cümlənin P olması üçün cümlə adı qoymaq üçün ki, hə, bu P cümləsidir. Bu cümlədə mütləq şəkildə qısalma olmalıdır. Məsələn, mürəkkəb tamamlıqlarda I saw him dancing. Hə, bu P cümləsidir. Çünki qısalmaya gedir. Əslində cümlə belə olub. I saw that he was dancing. Yəni tamamlıq cümləsi qısalıb olub mürəkkəb tamamlıq. Yəni hər cümləyə, məsələn, zamanların yaranmasında, voiceların yaranmasında gördüyümüz hər P cümləsi hesab olunmur. Sadəcə yaranmada iştirak edir. P yaranmada iştirak edib, P cümləsidir. Yaranmada iştirak edib, amma P-li cümlə hesab olunmur. Bu feili sifət bir cümləsidir. Çünki feili sifət bir, mürəkkəb tamamlıqların tərkibində when-dən sonra, while-dan sonra, vergüldən sonra və ya cümlə başında gəlib ortaya vergül girərsə, bu tip cümlələr, bəli, P1 cümləsi hesab olunur. Bizə lazım gerund, yəni burada gerund o deməkdir ki, itlə əvəz olunur. Gerund o deməkdir ki, what-la sual verilir. Gerund o deməkdir ki, ortaya xəbər girir. Xəbər təkdə olur. Düzgün cavabımız elə A variantı olur. Gəldik, düzgün zərf olan cümləni seçdik. Bilirsiniz ki, cümlədə zərflər ya feilə, ya özünə, yəni zərfə, ya da sifətə aid olur. Məsələn, for example, tutaq ki, qoymusunuz cümlədə xəbər, bura artıq zərf verməlisiniz. He quickly walked across the street olmalıdır. Bu ola bilməz. B variantında yenə gördüyünüz kimi the choir sang beautifully last night. Burada düzgün cavab bəli, elə B-dir. Çünki nəyə görə? Biz feildən sonra nə qoymalıyıq? Zərf qoymalıyıq. Yəni, sang beautifully last night. Burada problem yoxdur. C variantında she cooked the meal perfectly. Çünki hərəkətdən sonra zərf gəlməlidir. They did the job surprisingly well. Çünki bayaq qeyd etdiyim kimi zərf ya özünü, ya sifəti, ya da feili ifadə edir. Well, Edward. Lazım qarşısına zərf surprisingly well. Təəccüb doğuracaq şəkildə yaxşı. Bu da ola bilməz. You look extremely angry olmalıdır. Look nədir? Link verb, yəni bağlayıcı feildir. Bağlayıcı feillərdən sonra sifət gəlməlidir, düzdürmü? Bəli, sifət gəlməlidir. Bağlayıcı feillərdən sonra sifət gəlməlidir. Look, seem, appear, get, become. Yəni bu feillərdən sonra adjektiv gəlir. Amma o demək deyil ki, bunun qabağında gələn vurğulayıcı sözü də sifət olmalıdır. Xeyr. Çünki sifətlə sifət yanaşı gəlməz. Gələrsə, birincisi zərf olmalıdır. Təkrar deyirəm. Sifətlə sifət yanaşı gəlməz, gələrsə birincisi zərf olmalıdır. You look extremely angry. Burada ly olmalı deyildi. Çünki look var burada. Bağlayıcı feillər, yadda saxlayın, iki söz birləşəndə bağlayıcı söz ikinciyə aid olur, birinciyə yox. Birinci burada more emphatic yaradır, yəni çox vurğulayıcı hissə yaradır. Sözü vurğulayır. You look extremely angry. Do you have a problem? Yəni burada artıq look angry sözünə aiddir. Çünki iki söz gələndə ikincisi dominant söz olur. Look angry. Amma sifətin qabağında sifət gəlməz, zərf gəlməlidir. Extremely angry olmalıdır. Extremely angry olmalıdır. Düzgün cavabımız elə the choir sang beautifully last night. B variantı. Gəldik növbəti test tapşırığımıza. Növbəti test tapşırığımız cümlə tamamlama ilə bağlı bir test tapşırığı. Yəni ilk öncə cümləmizin giriş hissəsini, yəni instruction'ı incələyək. Until recently, scientists believed that planets might not support such life forms. İndiyə qədərdir, inanılırdı ki, planet belə life formalarını dəstəkləmir. Deməli, burada nə var? Boşluqdan qabaq vergül var.
Boşluqdan qabaq vergül mənə deyir ki, bu cümlə tabesiz mürəkkəb cümlədir və tabellik bağlayıcıların çıxmaq lazım. But, so, or, and. Deyini birbaşa çıxıram çünki qeyri-reallıq yaradıb burada. Olardı deyir. Cümlə tamamlamalarda bu qəbildə olan cümlələri seçməkdən qaçının. Yəni uzaq qaç, amma yoxlamaq şərti ilə təbii ki. Olardı, gələrdi, gedərdi. Hypothetic actionlar bu tip cümlələrdə ümumiyyətlə istifadə olunmur demək olar ki. Deməli, tərəflərin birində inkar var. Çox güman ki, bu bir-birinə qarşı-qarşıya qoyulan bir cümlə ola bilər. Yəni direct contrast olan, birbaşa ziddiyyət yaradan cümlələr. Until recently deyirsə, keywordlərim burada. Might, not support və until recently. Cümlə tamamlamalarda nə etmək lazım? İkinci baxmaq lazım cümlənin xəbərinə. Xəbər hansı zamandadır? Keçmişdədirsə, keçmişə uyğun, gələcəkdədirsə, gələcəyə uyğun zaman seçmək lazımdır. İndiki zamandadırsa, indiki uyğun zaman seçmək lazımdır. Amma bir halda zamanlar pozula bilir ki, deməli cümlədə bat bağlayıcısı var və tərəflər arasında fərqli zaman zərfləri var. Məsələn, batın bir tərəfi keçmişə aid zaman zərfi qoyub, digər tərəfi indiki aid zaman zərfidir. O zaman məcburi pozulma deyirlər buna. Yəni məcburi pozulmalıdır zamanlar. Çünki tərəflər arasında fərqli zaman zərfləri var. Deməli, believed deyən biri and ilə davam eləyə bilməz. Çünki zaman zərfi də yoxdur. İndiki zamandadır cümləmiz. Bu ola bilməz. Çünki zamanların pozulması direct contrast yaradan cümlələrdə olur. And ilə nadir hallarda olsa belə gərək zaman zərfləri göstərilsin. Durduğu yerə boş cümləyə uzlaşmanı poza bilməzsiniz siz. Belə şey mümkün deyil. Qaldıq A ilə B variantı arasında. B-də zamanlardan uduzduq. Çünki believe deyir. Heç cümləni oxumadan, tərcümə eləmədən də qaydalarla budaq baş mürəkkəb cümlə tipi ilə tapmaq olur. Çünki cümlə tamamlama suallarında zamanların uzlaşması, bağlayıcı, mübtəda xəbər uzlaşması, göndərmə sözlər, təsdiq, inkar bu kimi deməli hintlər bizə kömək edir ki, biz düzgün cavabı tapaq. Cavabımız elə A variantı olur. Çünki bir tərəf pastdır, until ilə deyir. Digər tərəf recent, present aparıb. Yəni bir tərəf past, bir tərəf present ola bilər. Bayaq dediyim kimi amma gərək ayrı-ayrı zaman zərfləri olsun ki, burada da var. Until recently və recent dediyinə görə biri past, biri present olduğuna görə, yəni ayrı-ayrı zaman zərfləri var tərəflər arasında. Ona görə də pozulma ola bilər. Yəni burada problem yoxdur. Yəni bu tip cümlələrdə baxmaq lazımdır əsas bağlayıcıya. Təkrar deyirəm. Zamanların uzlaşması önəmlidir, amma tabesizlik bağlayıcısı və ya direct contrast yaradan but, yet, still, however, nevertheless, nonetheless kimi bağlayıcılar olub. Tərəflər arasında fərqli zaman zərfləri olarsa, uzlaşma pozula bilər ki, burada pozulduğu kimi. Until recently və recent discoveries. Yəni pozula bilər. Bir də ki, görürsünüz ki, burada batı ödəyir, çünki inkar və təsdiqlə davam edib burada. Düzgün cavabımız elə bu olur. Mübtəda xəbər uzlaşmasından davam eləyək. Bilirsiniz ki, a few olan yerdə xəbər hər zaman cəmdə olmalıdır. A few of the researchers are taking part in the conference. Yəni burada problem yoxdur. Or, nor birləşmələrindən sonra varsa əgər cümlədə bağlayıcılı cümlələr, hansı ki isimlər bu bağlayıcılarla bağlanıbsa, xəbər oradan və nordan sonra gələn ismə görə təyin olunur. My boss has deməlidir burada. Bilməz ona görə. Nor the students won't olmalıdır. The number of participants exceeds, çünki the number olan yerdə xəbər təkdə olur. Mürəkkəb cümlə deyilsə amma. Literature and history ayrı-ayrılıqda iki fəndən söhbət gedir. A, my best subjects in school olmalıdır.
Düzgün cavabımız elə A variantı. Növbəti test tapşırığımız vasitəsizdən vasitəliyə çevirməklə bağlıdır. Deməli, burada My brother is going to Paris this weekend deyir. Is going to-dan söhbət gedir. Bu həftə deyir. Baş cümləmiz keçmişdədir. Alice said to me. Deməli, birinci ilk eləyəcəyimiz şey cinsi müəyyənləşdirməkdir. Alice feminin gender, qadın cinsidir. Çevirsək her brother olacaq. Deməli, said to me-ni çevirəndə said olduğu kimi qalmır, tələ keçir. B variantı gedir. Sual cümləsi olmadığına görə ask da ola bilməz. Said də ola bilməz. Ya A-dır, ya B-dir. My deyirsə çevirib his deməlidir. Çünki Alice mənə söylədi ki, onun qardaşı formasında olmalıdır. Düzgün cavabımız elə C variantı olur. Alice told me that her brother was going to Paris that weekend. Çünki this çevirəndə convert olur that. That weekend formasında olur. Düzgün cavabımız elə C variantı. In which option is the given sentence changed into passive voice correctly? Düzgün deyir, çevrilib məchul növə. Məlum növ məchul növə çevirərkən məlum növün mübtədası məchul növün bahis sözünlü tamamlığı yerinə, məlum növün tamamlığı isə məchul növün mübtədası yerinə keçir. Yəni cross dəyişmə yaranır. Yəni xaç form belə cross formasında qoyursunuz da. Cross, yəni cümlə özləri yerini dəyişir. They are renovating the old library this month. Deməli, məlumdan məchula çevirərkən ilk edəcəyimiz şey cümlənin xəbərini müəyyənləşdirməkdir. A, renovating deyir burada, yeniləmək mənasında. Deməli, present continuous məchulda çevirsək, is are being renovated olmalıdır. Deməli, bitmişləri çıxırıq, keçmişləri çıxırıq, çünki zamanlar üzərində davam eləməliyik. Bitmişlər gedir, davam edici olmalıdır. Bilirsiniz ki, 16 zaman formasının 10'unun məchul növü var. Düzgün cavabımız elə The old library is being renovated this month. Yəni bu ay. Düzgün cavabımız elə A variantı olur. Deməli, növbəti test tapşırığı gördüyünüz kimi paragraf tamamlama ilə bağlı bir test tapşırığıdır və bu test tapşırıqlarında boşluq yeri çox önəmlidir. Əgər ki, boşluq axırda gəlirsə, özündən qabaq gələn cümləni ancaq köklənirik. Yəni, özündən qabaq gələn cümlə əsas götürülür. Əgər boşluq ortadadırsa, yəni buradadırsa, tutaq ki, özündən sonra gələn cümləyə köklənirik. Bax, təkrar qeyd edirəm. Deməli, sondadırsa, özündən əvvəl gələn, ortadadırsa, özündən sonra gələn. Başdadısa, topic sentence'in yerindədirsə, variant generic olmalıdır, genel olmalıdır, specify olmamalıdır, ümumi giriş ifadə eləməlidir və özündən sonra gələn cümlə əsas götürülməlidir. İndi boşluq axırda qoyulduğuna görə özündən qabaq gələn cümlə ilə qoyacağımız variant bir-birindən mənaca, qrammatik cəhətcə sinonim olmalıdır. Çünki çıxış cümlənin, yəni concluding sentence ilə özündən qabaq gələn supporting sentence, yəni dəstəkləyici cümlələr bir-birinə mənaca sinonim olur. Deməli, hər şeyin cavabı elə burada gizlidir. Baxın bu hissədə. Deməli, mən hal-hazırda bu hissəyə köklənməliyim. Buralara baxa bilərsiniz. Mən indi alışqın olduğuma görə mən oxumuram. Əgər yerlərini bilirəmsə, hara baxmaq lazımdır, mən eləmirəm. Siz oxuya bilərsiniz. Deməli, gəldik əsas məsələyə. Whether you prefer fantasy novels, biographies, or historical fiction, there's always something new to discover. Bax, görürsünüz, nə olmasından asılı olmayaraq, you prefer, yəni fantasy bir romanlar, biografilər, tarixlə bağlı fiction kitablar və ya fiction bir əsərlər, yəni nə olmasından asılı olmayaraq, yəni tərcih, preference-in özünüzündə də choice. There is always something new to discover. Yəni, kəşf ediləcək hər zaman yeni bir şey var.
Deməli, nə qoyacamsa, bu kitabla bağlı olacaqdır və oxumaqla bağlı olacaqdır. Çünki özündən qabaq gələn cümlə bunu tələb eləyir. Məsələn, pozitiv olan bir cümləyə sinonim kimi mənfi cümlə qoya bilməzsiniz. Sonda gələn cümlə qabaq gələn cümlənin qardaşı olur həmişə. Baxın, less deyir. Deməli, buradan uduzdum. More difficult deyir. Buradan uduzdum. Çünki mənfiliyə aparır cümlələri. Spending a few minutes reading daily can significantly boost mental well-being. Qəşəng qurulan bir cümlədir. D-də the only deyirsə, inkar apardı cümləni. Less deyir burada, inkar apardı cümləni. Baxın, bir texnika ilə cavabı tapdım. Cavab C variantıdır. Spending a few minutes reading daily can significantly boost mental well-being. Tam cavab oturdu. İndi tərcümə edə bilərsiniz. Deyir ki, günlük oxumağa bir neçə dəqiqənizi sərf eləməniz sizin mental zehninizi inkişaf etdirə bilər. Yəni, bu fərq yoxdur, deyir. Fantasy novels'dır, biography'dir, historical fiction booklardır. It's up to you. Whether or not you have to read something. Yəni, fərq yoxdur, nə olursa olsun, amma bir şey oxumalısınız. Və oxuyacağınız bu şey sizin mental well-being'in, yəni mental well-being'inizi nə eləyəcək? Boost edəcək. Yəni, zehni durumunuzu inkişaf etdirəcək. Düzgün cavabımız ona görə də C variantı oldu. Bu qədər mətni oxumaq, tək-tək tərcümə eləmək, bunlara ehtiyac yoxdur. İki texnika ilə cavabı tapmaq olur. Düzgün cavabımız elə C variantı olur. Gəldik digər test tapşırığına. Which option presents the most appropriate meaning of the given proverb? Where there is a will, there is a way. Həyatda nə istəyirsənsə onu etmək mümkündür. Yəni, həyatda mümkünsüz bir şey yoxdur, yetər ki, istəyən onu demək istəyəsində. Hard work doesn't bring success. Pozitiv cümlə, negativ cavab vermək olmaz. If you truly want to do something, you can find a solution. Cavab bu da elə. Yəni, istəsən, həll yolunu taparsan. Yəni, yetər ki, istə, yəni, buna cəhd elə. It's always easy to do. Burada ixtiradan danışır. People often force solutions that don't work. İnkardır. Not on effort. İnkardır. Düzgün cavab elə B variantı. Gəldik subjunctive mood cümləsinə. Which of the given options is correct? If you harder last semester, you better grades. Deməli, burada nəyə baxmaq lazımdır? Last. Deməli, bu third conditionaldır. Yəni, past conditional mooddur. Deməli, presentləri çıxmaq lazımdır. Çünki bilirsiniz ki, ingilis dilində moodlar iki hissəyə bölünür. Real, unreal. Unreal'lar hansılardır? Second, third, mixed. Bunlar unreal'dır. Amma first conditional'lar real'lardır. Əgər cümlədə keçmişə göstərən zaman zərfi varsa, bu artıq third conditional mood olur. Past yazılsa da present ifadə edir. Bu studied, yəni keçmiş görünsə də, amma ötürdüyü məna presentdir. Və bu zaman forması ilə biz studied olan cümlələrdə present'in zaman zərflərini istifadə edirik. Bizə lazımdır past. Deməli, B ola bilməz. Davam edici heç vaxt ola bilməz. Çünki o reallarda, deməli, real hərəkətlərdə olur. Onu qeyd edeyim ki, if-dən sonra were də gələ bilər, was da gələ bilər. Əgər hərəkətin icrası realdırsa was olur, unrealdırsa were olur. Məsələn, if I were a boat, bunu mümkün deyil, ola bilmərik. Quş olsaydım, bu were'dür. Real cümlələrdə isə, məsələn, tutaq ki, bir real cümlə qoymaq istəyirsiniz. Məsələn, mən dünən orada olsaydım, bu ola bilərdi, real bir hərəkətdir. Orada ehtiyac yoxdur, were qoyasınız. Çünki real hərəkətlərdə was olur və sadəcə zamanın hərəkətini vurğulayır. Were'lər unreal situationlarda, hypothetic actionlarda olur. Yəni, hipotek hərəkətlər olmalıdır burada. Yəni, reallaşması mümkün olmayan, milyonçu olsaydım, milyarder olsaydım, yəni, bu kimi cümlələrdə biz were istifadə edirik ki, bunun reallaşması mümkün deyil cari vəziyyətdə. If-dən sonra would gəlməz. Bu first conditionallarda istifadə olunur. Düzgün cavabımız if you had studied last olduğuna görə nə qoyuruq?
past subjunctive mood qoymalıyıq. Yəni past conditional mood qoymalıyıq daha doğrusu. Past conditional mood nə deməkdir? If-dən sonra had done və ya had been doing. Baş cümlədə isə would have been doing, should have been doing, could have been doing, might have been doing or should have done, could have done, might have done istifadə olunmalıdır. Bu third conditionalların formüləsi, yəni structureləri, quruluşlarıdır. Düzgün cavabımız elə A variantı olur. If you had studied harder last semester, keçən semestr daha çox çalışsaydın, you would have got better grades. Daha yaxşı qiymətlər alardın, amma ala bilmədin çünki çalışmadın. Çünki third conditionallar hər zaman batın mənasını verir. Əgər bunu etsəydin, bunu edərdin, amma etmədin deməkdir. Həmişə bu tip cümlələrdə but olur mənaca və butdan sonra didn't istifadə olunur. But didn't, amma olmadı, amma reallaşmadı, amma gerçəkləşmədi mənasını verir. Düzgün cavabımız elə A variantı olur. Deməli, oxuyub anlama ilə bağlı bir test tapşırığıdır. Deyir ki, read the given passage and answer the question. Düzgün cavabı tap. Suala baxmaq istəyirəm birinci. Which of the following can be inferred from the passage? Pasajdan hansı nəticəyə gələ bilərsən? Infer deyirsə, mütləq şəkildə paragrafın ən son cümləsinə baxmaq lazımdır. Gəlin birinci bu hissəni mən daha da qabarıq formaya gətirim. Buranı oxuyum. Over time, these positive effects can lead to increased resilience and a healthier overall mindset. Deyir ki, zaman keçdikcə bu müsbət təsirlər deməli davamlılığının artmasına və ümumi düşüncə tərzinin daha sağlam olmasına səbəb ola bilər. Lead to burada səbəb olmaq mənasında istifadə olunur. Yəni qısaca desək bunu demək istəyir. Yəni zamanla bu müsbət təsirlər artan dayanıqlığa və ümumi olaraq daha sağlıqlı, yəni daha healthy olan bir mindsetə səbəb ola bilər. Zehnə yol aça bilər. İndi burada gördüyünüz kimi müsbət bir cümlə quruluşudur. Və buna uyğun olaraq variantlardan birinci nəyə çıxmaq lazımdır? Mənfilər varsa onlara çıxmaq lazımdır. Variantlarda hər zaman the only, bu kimi hardly, bəli, bu sözlər hər zaman çıxın. Cavab çıxa bilməz onlar. A variantı gedir. Exercise can boost both emotional balance and self-worth in the long run. Bunu saxlayaq, dəqiq bilmirəm hələ. Nothing deyirsə, heç əlaqəsi yoxdur deyir. Reducing stress hormones has nothing to do with maintaining a workout routine. Əlaqəsi yoxdur ümumiyyətcə son cümlə ilə. To have nothing to do with əlaqəsi olmamaq deməkdir. Bu ifadədir. Məsələn, yenə D variantında disappear deyir, mənfi aparır cümləni. Yenə burada only for athlete deyir. Bu da ola bilməz. Mənfi aparır cümləni. Cavab elə bu qalır. Exercise can boost both emotional balance and self-worth in the long run. Sırf bu cümləyə görə, çünki infer from the passage deyəndə əsasən axırıncı cümlə ilə uzlaşdırmalıyıq variantları. Və bu cümləni diqqətlə baxsaz, məsələn, ilk cümlədə ondan danışır. Gəldik növbəti test tapşırığına və göründüyü kimi anlama ilə bağlıdır. Read the given passage and answer the question. Amma düzgün deyil başlıq, çünki sual yoxdur burada. Burada deyir ki, mətninə görə ifadəni tamamla. Burada belə olmalıydı. Complete a sentence or statement according to the given passage. Düzgün qoymayıblar başlığı, səhvdir başlıq. Getdik. Burada mənim 2 dənə keywordum var. Deməli, one həmişə sualın şərti cavabda olur. One common cause of procrastination. Deməli, gecikdirmə, yubatma, ləngimə sözüdür bu. 8-ci sinifdə var bu söz. Procrastination. One common, əgər burada one rəqəmindən danışırsa, çox güman ki, mətndə bir neçə səbəbdən danışır. 1, 2, 3, 4, 5 baxmaq lazımdır ona. Onlardan biri də budur və mətn də və sual da bunu istəyir.
Yəni bir neçə səbəb var, amma sual onlardan birini istəyir. Bu tip testlərdə testin cavabı ya əvvəldə olur, birinci cümlə, topic sentence-də olur, ya ikinci cümlədə olur. Baxaram indi görüm hansında var. Heç birində yoxdursa, məcburən axıra baxmaq lazım. Çünki onlar giriş-çıxışlar əsaslıdır testlərdə. Baxaq görək hansında var. Deməli, birinci cümlə. Procrastination often arises from fear of failure or a desire for perfection. Deyir, yubanma, gecikmə iki şeydən yarana bilər. Bir, müvəffəqiyyətsizlik qorxusu. İki, mükəmməlliyətçilik arzusu, diləyi. Düz deyir. Mükəmməl olmaq bəzən o duyğu, desire, bəzən failure-a gətirib çıxarda bilər və procrastination ola bilər. While it can provide temporary relief from tasks that seem overwhelming, sarsıtıcı, consistent procrastination can harm productivity and emotional well-being. Bəli, nəyə deyir? Zərər yetirə bilər məhsuldarlığa və emosional duruma. Deməli, iki şeydən danışdı. Başarısızlıq, yəni müvəffəqiyyətsizlik qorxusu və mükəmməl olma arzusu. Baxaq indi. A-da diving into every new project deyir burada. A-da ümumiyyətcə danışmır ondan. Çünki iki şeydən birini tapmaq lazımdır burada. A-da yoxdur. Constantly, deməli, seeking external praise, tərifdən danışır burada. Kollegaları tərifləmək falan. C-də fear of not given the task perfectly. Cavab budur. Yəni, verilən tapşırığı mükəmməl edə bilməmə qorxusu. Çünki mükəmməlliyətçili bir insandır ona görə. Cavab elə C variantı olur. Oxumaq ehtiyac yoxdur o birilərini. Asudə vaxt. Y-də deyir ki, taskları set eləmə, yəni ümumiyyətcə uyğunluğu yoxdur. Düzgün cavab elə C variantı olur. Növbəti testimiz qayda ilə bağlıdır. He wants the professional decorator the walls of this room. Decorator burada nə olur artıq? Deməli, tamamlığımızdır. Dekorasiya edən şəxs, decorator. Deməli, burada want-dan sonra to gəlməlidir. Mətnlərlə uyğun gəlmir qaydaları. Y variantı o vaxt ola bilərdi ki, burada tamamlıq olmasın. Məsələn, belə ola bilərdi. He wants the professional decorator. Yox, olmaz. Belə ola bilərdi. He wants the walls of his room to be painted ola bilərdi. Məsələn, bunu buradan çıxardı. Bunu bura qoysaydıq boşluğa. Məsələn, he wants the walls of his room to be painted. Çünki deməli, passive olması üçün gərək burada tamamlıq olmasın. Tamamlıq varsa to infinitive olmalıdır. He wants the professional decorator to paint the walls of his room. Yenə bir paragraf verilib, deyir boşluğu doldurun. Deməli, boşluq sonda qoyulursa, özündən qabaq gələn cümləyə baxmaq lazım. Burada da testin cavabı, yəni başqa yerdə gizli deyil. Deyəcəksiniz ki, müəllim, siz bütün testləri qısaldaraq getdiniz. Yəni, bu mənim öyrətdiyim texnikadır. Yəni, kim istəyir bütün mətni oxuyar, tək-tək tərcümə eləyər. Mən sizə yol öyrədirəm. Yəni, mən illərdir bu şeyin içərisindəyəm və istər YDS olsun, istər IELTS testləri olsun, yəni texnikalarla tapmaq lazımdır bu tip testləri. Tək-tək oxuyub tərcümə eləmək, demirəm, olmaz, olar, amma zaman itkisidir. Ona görə texnikaları bilmək lazımdır. Hara baxmaq lazım mətndə, hardan oxusam, hara baxsam, haranı scrutinize, yəni incələsəm cavabı çıxarda bilərəm. Əsas budur. Yəni vacib deyil ki, whole passage translation, yəni bu time waste-dir, zaman itkisi. Deməli, bu cümlədə hər şey özünü göstərir. İki şərt qoyub burada, iki seçim verib. Bir ki, some focus on ornamental flowers and landscaping, yəni bəzək, yəni ornamentli güllərdən. Deməli, iki dənə şey var burada. Bir qrup ornamental flowers və landscaping-ə prefer edir. Digər qrup isə others. Çünki bilirsiniz ki, some-la başlayan cümlə
Others'lə bitir, amma ortaya while girməlidir. But while others grow vegetables or herbs for cooking. Yəni tərəvəzlər, yəni cooking eləmək üçün tərəvəzləri yetişdirməyi üstün tutur. Yəni onların fokus tərəfi odur. Və burada iki seçim varsa, biz bunu tamamlayanda məcburuq ki, çünki boşluq axırda qoyulanda özündən qabaq gələn cümlə onun qardaşı olur. Mütləq şəkildə iki şeydən danışmalıdır variant. Çünki son cümlə ilə ondan qabaq gələn cümlə əkiz cümlələr olur həmişə. Təkrar deyirəm, son cümlə ondan qabaq gələn cümlə ilə hər zaman əkiz olur. Məsələn, cooking healthy meals requires. Burada ancaq danışır yemək bişirməkdən. Bu ola bilməz. Mənə əkiz cümlə lazımdır. Gardening. Bu ancaq danışır bağbançılıqdan. Spending time in nature can have positive impacts on both, gördünüz, mental and physical health. Bu ola bilər. Çünki hər iki şeydən danışır burada. Zaten baxın, burada only deyirsə, bu iş tamamlanmışdır. Yəni, bunu seçməyin yeri yoxdur. Çünki iki seçim var orada. Yenə only düzgün cavab ola bilməz. Həmişə bunlardan çalışın, qaçın, amma yoxlayın. Mən baxdım ki, uyğun gəlmir onsuz. İndi deyə bilərsiniz ki, burada müəllim hardadır ki, həm tutaq ki, grow vegetables eləyir və yaxud da ki, ornamental flowers. Mental hissəsi budur, physical hissəsi budur. Burada hər şey var. Sağlıq üçün xeyirlidir də, cooking edir çünki ona görə. Düzgün cavabımız elə C variantı olur. Clause'larla bağlı bir test tapşırığıdır. Identify the type of subordinate clause. He reads, cooks, books, so that he can improve his vocabulary. Bir o kitablar oxuyur, lüğətini artıra bilsin deyə. Hətta saxlayın, ortada so that bağlayıcısı varsa və ondan sonra modal feil gəlirsə, bu cümlələr purpose clause-dur. Amma so that-dən sonra modal feil yoxdursa və özündən qabaq vergül gəlirsə, bu cümlələr result clause-dur. Deməli, so that modal feil purpose clause olur. Düzgün cavabımız D variantı. Növbəti test tapşırığımız which of the following sentences best conveys the main idea of the given sentence? Paraphrasing ilə bağlı bir test tapşırığıdır. Çünki convey the meaning deyirsə, bu restatement testləri hesab olunur. They spent hours discussing that project, but they couldn't finalize plan. Yəni deyir ki, bu proje yəni saatlarla müzakirə edilər, ancaq nəticəyə bir final olaraq bir plan yaza bilmədilər. Yəni they couldn't finalize the plan. Yəni bir planı yekunlaşdıra bilmədilər. Deməli, never talked ola bilməz. Even after a lengthy discussion, the final plan was agreed upon. Yəni uzun bir müzakirədən sonra, yəni final yekun bir plan müzakirə edilmədi. Elə cavab budur. İnkara inkar, təsdiqə təsdiq qaydası var burada. Cəld qərara gəldilər. Əksinə qərara gələ bilmədilər. Bir neçə planlar ortaya çıxardılar, amma çıxara bilmədilər. Həll yolunu tapdılar, tapa bilmədilər. Əksinə düzgün cavabımız elə. Yəni nə qədər müzakirə aparsalar da, yəni yekun bir qərara gələ bilmədilər əslində. Düzgün cavabımız elə B variantı olur. Növbəti testimiz inversiya ilə bağlıdır. İnversiya bir növ bildiyiniz ümumi sual cümləsi quruluşudur. Yəni bildiyimiz general question'dır. Did you və yaxud da ki are you formasında. Seldom inkarlıq bildirdiyinə görə, nota bərabər olduğuna görə özündən sonra birinci feil gəlməlidir. Seldom did he formasında olmalıdır. Yəni buna diqqət yetirmək lazımdır. B-də belə olmalıdır. Seldom did he travel. Seldom did he travel abroad? Daha belə C variantı olur. Seldom did he travel abroad formasında olmalıdır. Seldom was olmaz. Çünki travel da id olduğuna görə o qabağa keçməlidir. Sual cümləsi formasında olmalıdır. Düzgün cavab C variantı olur. Növbəti testimiz yenə zamanlarla bağlı. Deməli, birinci boşluğa
hopu ümumiyyətcə zamana qoymaq məsləhət deyil. Bunu məsləhət görmürəm. By the end of the year deyirsə, bizə lazımdır budaq cümlədə future perfect. By the end of the year deyirsə, will have done lazımdır bizə. Shall have done, will have done. O da harda var? A variantında var. Bir də onu qeyd edeyim ki, help-la başlayan cümlə will-lə davam eləyər. Linda helps Will mütləq olmalıdır orada. Help will, think will formasında. Deməli, yenə idiomlarla bağlı bir test tapşırığıdır. When you negotiate a contract, it's crucial. Önəmlidir nə? Bir kontraktda nə önəmli ola bilər? Your partner razılığa eyni fikirdə olmaq olar da. Yəni partnerinlə əgər ki bir şirkətlə negotiate, danışıqlar aparırsansa, qarşı tərəflə eyni fikirdə olmalısan, razılığa gəlməlisən. Bu uğur diləməkdir, ola bilməz. Budur. Eyni fikirdə olmaq, razılaşmaq. See eye to eye. To agree to someone else's ideas. Digər sözlərə baxaq. Hit the sack, go to sleep, go to bed deməkdir. To bite off more than you can chew. Bu, to get into deep water, yəni başından böyük işlərə girişmək və qalxışmaq deməkdir. Bunun odur, qarşılığı. To get into deep water deməkdir. Let the cat out of the bag. Bu, spill the beans. Yəni, to crack, ağzından bilmədən sir çıxarmaq, siri söyləmək. To spill the beans və ya to crack. He cracked, elə budur. He let the cat out of the bag. Yəni, eyni mənanı ifadə edir. Düzgün cavabımız razılaşmaq, eyni fikirdə olmaq B variantı olacaq. Deməli, böyük bir mətn var və mətni tapmaq lazımdır. Deməli, mətnimiz yenə uzun olduğuna görə diqqətli olmaq lazımdır. Yenə sualla davam eləyəcəm. What is the main focus of the text? Mətnin əsas fokusu nədir? Sualı varsa, sualın şərtində, o zaman mətnin ilk cümləsinə baxmaq lazımdır. Main idea hər zaman birinci paragrafın ilk cümləsində olur. IELTS formatıdır bu. Yəni, bu cümləni oxumaq lazım mütləq şəkildə. Birinci, yeri gəlsə ikinci cümləni oxumaq lazım. Çünki onlar bir-birindən bağlantılı olur. Buranı da saxlayıram. Daha doğrusu buranı tam cümlə hesab eləyirəm. Bunu da onun köməkçisi olaraq qoyuram. Çünki bilirəm ki, onlar bir-biri ilə bağlantılıdır. Mətndən belə bir nəticəyə gəlirik deyirsə sonuncu cümlə. Mətnin əsas ideyası nədir deyirsə birinci cümləyə baxmaq lazım. Deməli, buranı yaxşı oxumaq lazımdır. Recycling is a key method for reducing waste and protecting the environment. Deməli, burada nə deyir? Yenidən istehsalat, bulantıları reduce eləmək və ətraf mühiti qorumaq üçün bir metod. Buna uyğun bir varianta baxmaq lazımdır. The harmful impact of xeyr. Methods for recycling budur. Çünki items dediyi elə bu idi. Burada göstərir. Baxın. Itemları da burada verib. Vergüllərlə. Cavab B-dir. Eco-friendly demir orada. Reducing the cost demirdi ilk cümlə. Çünki ilk cümlə nədirsə odur. Sorting waste only deyir burada. Bu düzgün deyil. Cavab elə B variantıdır. Uzun bir mətnin rahat yolunu tapmaq olur. Gəlin ispat üçün ikinci cümləni oxuyaq. Many communities encourage people to separate the rubbish into different bins, such as glass, paper, plastic and metal. Elə item dediyi buydu. Deməli, birinci, ikinci cümlə bir-birinin dəstəkləyicisi olur. Çünki hətta saxlayın, bir mətndə birinci cümlə topic sentence, digər cümlələr supporting sentence, son cümlə isə, bu cümlə isə olur concluding sentence. Supporting sentence də burada giriş cümləni, topic sentence dəstəklədi. Burada items dediyi əslində elə buydu. Bunlar idi. Itemlar.
Düzgün cavab elə. Mətni oxumadım hamısına, ehtiyac yoxdur. Çünki mən bilirəm ki, hara baxmaq lazımdır. Digər sualımız deməli, which of the following questions does not have an answer in the passage? Cavabı yoxdur deyir, pasajda. Bunun üçün həmişə sual cümlələrin başlığına baxmaq lazımdır. Onların feillərinə baxmaq lazımdır. Əsas odur. Bu çox önəmlidir. Məsələn, people separate sual cümləsi how separate the rubbish. Burada deyir onsuz. Burada problem yoxdur. Bu düzdür. İkinci cümləmizin, ikinci sualımızın xəbəri. Avoid recycling burada hər şey bizə kömək eləyir. Burada diqqətlə baxsaz mətnin tərkibində bax belə bir cümlə var. Some people find sorting waste complicated and feel it's time consuming. Others do not have easy access to recycling centers. That's why they avoid recycling. Bu da bir səbəbdir də. Government avoid local council deyil. Which government? Bu daha çox which ilə olan cümlələr, hansı cümlələr daha çox təhlükəli cümlələr olur. Which governments have the government sözü ancaq bir yerdədir burada. Adı çəkilir. Amma növündən danışmır hansı hökumət. Elə səhv budur. Digər sualda what kind of energy savings come from recycling plus? Yenə deyirəm, belə olan vaxtda, belə olan zaman mübtədanı və xəbəri ancaq köklənməlisiniz. Mübtəda və xəbər. Cavab oradadır. Energy savings come from. Energy savings. O söz axtarmaq lazımdır. Sources, energies, energy savings. Baxın, o əsasdır. Saves, budur. Also saves energy because producing goods from recycled materials often requires less energy than making items from raw materials. For example, recycle one glass bottle. Cevap budur. Y'də in what ways can communities encourage recycle? Yenə mübtəda və xəbərə baxmaq lazım. Communities. Budur. Encourage də buradadır. Yəni, bunu bütün mətni oxumağa ehtiyac çoxdur ki, bu kiçik bir sual tapmaq üçün. Cavab elə C qalır. Ümumiyyətlə, mən yəni özüm eləsəydim, bunları oxumazdım heç birisini. Tək-tək. Çünki mən artıq bildim ki, cavab burada budur. Zaman etkisi D, yəni D variantı, Y variantı. İmtahandayam vaxtım gedir və niyə oxumalıyam o qədər suallar tək-tək vaxt getməsin də. Cavab görünür ki, hökumətin növlərindən danışmır burada. Bir dənə government sözü var. Mən niyə gedim A-nı, B-ni, D-ni, Y-ni yoxlayım, zamanım geçsin. Sırf sizin üçün edirəm ki, yəni görəsiniz ki, bunlar var, bunlar yoxdur cavablar. Növbəti sual. Why does the author stress the importance of cycling? Bunu deyirsə 100% bu testin cavabı axırıncı paragrafdadır. Çünki yekuna gəlib artıq müəllif və bu cümlənən də mətni yekunlaşdırır. Bizə o lazımdır. Mütləq şəkildə son cümlələrə baxın burada. Çünki bu artıq wrap-up cümlədir. Yəni sum up olunub mətn. Yəni nə üçün deyir müəllif yenidən istehsalının önəmini vurğulayır. Ona görə vurğulayır ki, yekun cümlələrdə olacaq bu cavab. Cavab budur. Global waste and pollution can be reduced, leading to healthier planet for everyone. Kesin cavabı budur. Baxın, C variantı. Çünki mətndə müəllif bundan artıq çıxır mətndən. Yəni, bu cümlə ilə yekunlaşdırır. Ehtiyac yoxdur bütün mətni oxuyub tərcümə eləmək. Artıq buradan bilinir ki, müəllif ideyanı yekunlaşdırır. Düzgün cavab C variantı olur. Ümumiyyətcə, oxuyub anlamaqla bağlı çox oxumaq lazımdır. Çox mətnlərə baxmaq lazımdır. Alışqanlıq yaratmaq lazımdır. Çalışacağım ki, çox videolar çəkim bu tipli. Mən çünki təkrar qeyd edirəm. Mən heç vaxt mətn oxumuram tək-tək. Yəni, oxuyanlara hörmətim var, mən eləmirəm.
mətn oxumaq, tərcümə eləmək, mən bunları eləmirəm. Mən texnika öyrədirəm. Mən öz qruplarımda da beləyəm. Tək-tək yox, texnikalarla. Bu sualı gördüm, bura bax. Bu sualı gördüm, bura bax. Bu sualı gördüm, bura bax. Ona görə də yəni oxuyub anlamada demək olar ki, çox yaxşıdır vəziyyət.